Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü verilişimizdə biz bir daha Azərbaycan mediası vasitəsilə Azərbaycanın ictimai rəyində dinimizə, milli mənəvi dəyərlərimizə qarşı mənfi fikirlər formalaşdıran obrazları, çirkin simaları sizə təqdim edəcəyik. Gəlin izləyək. Bir də bir təbliğat qururlar ki, Qarabağda ya Hüseyin deyib getdik, ya Əli deyib getdik. Onun da əllərində bayraq. Başımıza mən dəfələrlə demişəm, yenə deyim. Adətən xoşlamıram öz ailəmdən, qohum qardaşımdan danışmağı. Mənim, yəni o yaşda olan əzizlərimin demək olar hamısı müharibədə iştirak edir. Kiminin yaşı çatıb o müharibəyə gedib, kiminin yaşı çatmayıb sonraki antiterror əməliyyatında iştirak edib. Mən bunu bayraq eləmirəm. Vətən hamımızın. Təbii ki. Mənim oğlumundur, sizinkinindir, o birisinindir, hamımızındır. Yaşımız çatır, biz gedəcəyik. Bizim yaşımız çatmır, qocalmışıq yaxud nəsə, oğlumuz gedəcək. Getməlidir də. Bunu minnət qoymuruq dövlətimizə də, millətimizə də. Gördüyünüz kimi bu videoda birbaşa bu Azər Həsrət deyilən məxluq və bu Epstein təbliğatçısı olan Səidə Bəkir qızı birbaşa İslamla, Əhl-i Beyt məktəbi ilə düşmənçiliyini ortalığa qoyur. İlk növbədə onu demək istəyirəm ki, bu Azər Həsrət özü həm onun yaşı, həm belə deyək ki, yaşadığı yer tələb eləyirdi ki, 1-ci Qarabağ müharibəsində gedib iştirak eləsin. Amma min bir bəhanələrlə o müharibədən yayınaraq, orada qərb qüvvələrinə belə deyək ki, köləlik eləmək üçün variantlar axtarırdı. Və onun evlatlarının da 2-ci Qarabağ müharibəsi zamanı əskər vaxtları idi. Amma özü də qeyd edir ki, heç biri orada iştirak eləməyib. Yəni bunlardan özlərindən döyüşmək cəsarəti, vətən uğrunda vuruşmaq cəsarəti olan insanlar deyirlər. Bu bir tərəfi. İkinci bir tərəfi isə gəlir İmam Hüseyin əleyhissalam. Bəli, onun kör gözləri görə bilməz ki, bizim cəbhələrimizdə nə qədərinə əskərlərimiz ya Hüseyin deyib qabağa gedirdi. Onun ləyaqəti, cəsarəti çatsaydı, hərbi hissələrimizə döyüş vaxtı getsəydi, görərdi ki, öndə gedən, ön cəbhə gedən insanlara, əskərlərimizə arxadakı əskərlər necə sifariş verirdi. Mən şəxsən şahid olmuşam ki, ön cəbhə gedən əskərə arxadakı əskər deyirdi ki, şəhid olsun, mənim salamımı İmam Hüseyin əleyhissalama yetir. Dəyərli izləyicilər, bunları qorxudan bu ifadədir. Çünki İmam Hüseyin əleyhissalamın məktəbində belə şərəfsiz, satqın insanlara yer yoxdur. Belə öz milli, mənəvi dəyərlərini satmış insanlara yer yoxdur. İsrail maraqlarına görə Türkiyə xalqını qınayan insanlardılar bunlar. Yəni, baxın, bu insanlar ki, dünənlərdə millətçilik iddiası ilə çıxış eləyirdilər, bunlar artıq bu günləri açıq-aşkar dinimizə qarşı dil uzadırlar. İmamımıza qarşı, inancımıza qarşı, etiqadımıza qarşı dil uzadırlar. Bunların sözü ilə Azərbaycan ictimaiyyəti mənfi fikirlərə düşür. Müxtəlif xalqlar, müxtəlif millətlər haqqında ayıq olmaq lazımdır ki, bunların fitnəsinə uymayaq.